Salam aleykum. Deməli, kalsium karbonat parçalanır, kalsium oksit üstə gələk karbon dioksid. Bu kalsium hidrokarbonat da parçalanır, əmələ gəlir kalsium karbonat, üstə gəl CO2, üstə gəl su. Sadəcə burada əritdikdə dediyinə görə kalsium karbonat yenə parçalanır kalsium oksidə və CO2 olur burada 2 molda, düzdürmü? Və biz bunu X mol götürüb, bunu Y mol götürürük. Bu zaman deməli 100x üstə gəl 162y bərabərdir 42,4. Onda digər bək qalıq olur 56x üstə gəl 56y bərabərdir 16,8. Buradan hər tərəfi biz 56'ya bölürük. Deməli 16,8'i də 56'ya böləndə x plus y bərabərdir 0,3 edir. X də buradan bərabərdir 0,3 çıx y. Və yerinə yazaraq 100 vurulsun 0,3 çıx y üstə gəl 162 y bərabərdir 42,4. Bu eləyir 30. Çünki 100'ü 0,3'e vuranda 30 eləyir. Çıx 100 y üstə gəl 162y bərabərdir 42,4. 162'dən də 100 çıxanda eləyir 62y bərabərdir 42,4'dən 30 çıxıram eləyir 12,4. Bunu da bölürəm 62'yə. Y bərabərdir 0,2. Y 0,2 isə x də 0,1'dir. Aydındır. Qaz da burada da 0,1. Burada isə 2'ni vururam 0,2'yə. Bu eləyir 2,24. Bu da eləyir 8,96 və bunların cəmi 2,24 8,96 11,2 edəcək.